xanımlar və bəylər, əziz dostlar, hörmətli qonaqlar, hamınızı xoş gördük. İcazə verin, Naxçıvanlılar gününə həsr olunmuş Naxçıvan adət-ənənələri adlı tədbirimizi açıq elan edək. Azərbaycan ərazisinin bütövlüyü uğrunda canlarından keçən igidlərimizin ruhundan bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Söz verilir Naxçıvanlılar Facebook qrupunun sədri, İdayə heyətinin sədri Elmira Hacıyeva və sədri müavini Vaqif Şahsuvarova. Xoş gördük hər birinizi, əziz həmyerlilər, gözəl qonaqlar, xoş gəlmişsiniz. İlk öncə onu qeyd eləmək istərdim ki, Naxçıvanlılar Facebook qrupu 9 il bundan əvvəl təsis olunmuşdu və bugünə artıq sayımız 26 minə yaxınlaşır. Bu, böyük göstəricidir. O deməkdir ki, deməli, qrupumuzun nüfuzu artır və çox sevindirici haldır təbii ki. Bildiyiniz kimi, biz belə Xıdır Nəbi bayramlarını öncə də keçirmişik. Bu, artıq 4-cü sayca bizim tədbirimizdir. Gördüyünüz kimi masalarda Naxçıvan regionuna xas olan təamlar vardı, qovurqa, Naxçıvan çöçəsi, Naxçıvan kətəsi, Ordubat sucuğu və s. təamlar vardı. Xahiş edirəm, nuş olsun hamınıza, onlardan dadasız və onu demək istərdim ki, bizim bu tədbirlərin keçirilməsində təbii ki, adət-ənənələrinin qorunub saxlanılmasıdır, gələcək nəsillərə ötürülməsidir. Çox vaxtınızı almaq istəmirəm. Dediyim kimi, nuş edin, şənlənin, indi milli musiqi də səslənəcəkdir. Xahiş edirəm, kənarda qalmayasınız, hamımız bizim bu şənliyə qatılasınız. Ürəyinizcə olsun hər şey. Dəyərli Naxçıvanlılar, hər birinizi salamlayıram. İlk öncə şəhid analarımızı, baş taclarımızı,
Alqışlayaq onları. Allah şəhidlərimizin ruhlarını da şad eləsin. Elmira xanım bayaq qeyd etdi, dördüncü dəfədir ki, biz bu tədbiri keçiririk. Birinci dəfə bunu 2019-dan biz başlamışıq. Sonra 20-ci il sonuncu dəfən oldu. Sonuncu dəfən yox. Yəni 20-dən sonra bilirsiniz də, pandemiya başladı, sonra şəhidlərimiz, müharibə başladı, şəhidlərimiz oldu deyə biz məcburiyyət qarşısında tədbirlərimizi dayandırdıq. Keçən il 25-ci ildə biz tədbirimizi davam eləməyə başladıq və bu dəfən dördüncü dəfəndir. Bir daha hər birinizi salamlayıram. Hamınıza gəlib iştirak etdiyiniz üçün öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Muğam müsabiqəsinin laureatı Murad Kəngərlini səhnəmizə dəvət edirik. Əziz Naxçıvanlar, hər birinizi bu gözəl bayram münasibətilə təbrik edirəm. Naxçıvanlar, özümüzə bir alqışlar gəlsin. Var olasınız. Gözəl musiqilərdə sizləri şərəfləndirir. Buyurun. Əziz dostlar, bir şey qeyd etmək istərdim ki, bu günləri bizim məclisimizə uzaqdan gələn qonaqlar var. Amerikadan mənim sinif yoldaşlarım gəlibdir və eyni zamanda Azərbaycanımızı, Naxçıvanımızı layiqincə ən yüksək səviyyədə Moskva şəhərində Rusiyada deməli təqdim edən bizim Ağayev Mamet müəllim uzun illər satira və yumor teatrının direktoru. Xahiş edirəm Mamet müəllim, 2 kəlmə bizə ürək sözlərinizdən deyəsiniz. Çok sağ olun.
Aziz və mehriban həmyerlilər, 50 il bundan qabaq mən bu qədər Naxçıvanlı bir yerdə görmüşəm. 50 il bundan qabaq mən axırıncı dəfə Xıdıra Xıdır demişəm. Mən minnətdaram təşkilatçılara, hamıya ki, məni bura dəvət ediblər, uşaqlığım yadıma düşüb. O papaq atmağımız, qapı-qapı gəzməyimiz bugün hamısı gözümün qabağından keçir. Biz vətəndən uzaqda yaşasaq da biz xaricdə yaşayan Azərbaycanlılar Azərbaycanca nəfəs alırıq. Mən Rusiyada yaşayan bütün Azərbaycanlılar adından sizin bayrağınızı Xıdır bayrağınızı, Xıdır Nəbi bayrağınızı ürəkdən təbrik edirəm. Azərbaycan millətinə ancaq can sağlığı, müharibəsiz həyat arzulayıram. Bayrağınız mübarək olsun. Mən Azərbaycanlıyam. Araşdırmacı jurnalist, filologiya üzrə təhsil doktor, Milli Mədəniyyət Təbliğ İctimai Birliyinin sədri Şailə Cəfərova. Teşekkür ederim. Gözlenmez olmuşsunuz bizim. Bütün anlarda sağ olun, var olun. Saygıya göre. Bir söz var, elimizin Novruz kimi bayramı var. Elimizin hem de Xıdır Nəbi kimi güzel bayramı var. Ve bu bayram birçok bölgelerde, eləcə də Naxçıvanda böyük şövqlə, böyük coşkuyla keçirilir. Ben çok danışmayacağım, kısa bir şey diyeyim ve istəyərəm ki, herkes ürəyində mənim bu arzuma amin desin. Uzun illərdir ki, bilirsiniz ki, 20 ildir, 30 ildir Azərbaycandan çok uzaklarda bizim soydaşlarımız yaşıyor. Amerika'da, Rusya'da, birçok ülkelerde, Avrupa'nın birçok ülkelerinde. Ve ben canlı şahidi olmuşam ki, onlar Novruz bayramını, Xıdır Nəbini, başka bayramları, milli bayramlarımızı çok sönük geçirdiler. En büyük arzularından biri olup ki, yəqin ki, o arzularımı ne varsa hayata geçirebileceğim. Sadece Novruz bayramı, Xıdır Nəbi, başka milli bayramlarımız sadece süprenip, ziyip, milli yemeklerle, şirniyatlarla bitmesin. En azından 2 gün, 3 gün, o uşaqlar var ki, Avrupa'da dünyaya gelirler. Onlar bu bayramların əsl məzmunun bilsinler, mahiyyətini bilsinler. Ve arzum olup ki, onları 1 gün, 2 gün orada seminar keçək ve bayramı bak bu necə coşkuyla geçirilir, orada da keçirlər. En büyük arzularından biri odur. Yəqin ki, gələn il Novruz bayramını planlaşdırmışam orada keçirtməyə. Bir daha bayramımız mübarək olsun. Birbirinden değerli, güzel insanlara, uzaktan, yakından gelen herkese bayramımız mübarək olsun deyirəm. Sağ olun. Bu difaçısı 2. Qarabağ müharibəsinin qazisi İdris Hüseynovu səhnəmizə dəvət edir. Ben de Naxçıvanın yetirməsi, Naxçıvanın bir nümayəndəsi, başdaş nümayəndəsi olaraq sizi təbrik edirəm. Xıdır Nəbi bayramınız mübarək olsun. Mən də çalışacağım, öz müsiblərimlə sizin könlünüzü fəth etməyə çalışacağım. Sağ olun.
Əzizə dəvət etmək istəyirik. Xoş gördük əziz Naxçıvanlılar. Mən bugün sizin tədbirinizdə, sizdə 4 dəfə tədbir təşkil etmişsiniz. Mən bu dəfə ikinci dəfədir ki, sizlərlə bir yerdəyəm. Əziz, çox sevdiyim, dəyər verdiyim İradə xanımgilin, Niyazi doktorgilin qonaqlarıyam. Amma üstün cəhət ondan ibarətdir ki, yəni indiki dövrümüzdə bəzi bölgələrdə milli bayramlarımıza olan münasibətin zəiflədiyi bir vaxtda Naxçıvan öz adət-ənənələrini saxlayır və bu da biz nəsildən, biz kateqoriyadan olan insanların həyata inamını artırır və bizi həyata daha çox bağlayır. O yüzden keçən dəfəki görüşümüzdən çox məmnun oldum. Ancaq mənə bu tezliklə söz veriləcəyini bilmirdim. Mən adətən efir məkanında çox oluram. Amma niyəsə həyəcanlandım, bilmirəm. Erkən verildi ona görə. Bayramımız mübarək olsun. Sizləri çox sevirəm. Naxçıvana mən başqa bağlılıqlarım da var. Çox olmuşam. Amma İradə xanım Bakıya bağlanıb deyə biz artıq burada görüşürük sizlə daha çox. Bir daha təbrik edirəm. Bayramımız mübarək olsun. Görüşmək üzrə. Yəni çox görüşək. Dəfələrlə görüşək. Allah hamımıza nəsib eləsin. Bayramınız mübarək. Çox sağ olun. Bir daha təbrik edirik sizi. Çıxış söz verilir Azərbaycan icmasının Səbail rayonu üzrə nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Eliyar İsmailova. Hər birinizi salamlayıram. Naxçıvanlılar öz tarixi keçmişinə, öz qədim adət-ənənəsinə, öz mərasimlərinə sadiq insanlardır. Xıdır Nəbidən əvvəl dekabrın 20-si, 21-i Çillə bayramını qeyd edirik. Bu, qış daxil olandan sonra ilk mərasim keçirilir və keçmişdən bu günə qədər bu adət-ənənələr qorunub saxlanılıbdır. İkinci olan Kiçik Çillədə isə Xıdır Nəbi bayramı qeyd olunur. Xıdır Nəbi bayramı Xızır Peyğəmbərin şərəfinə qeyd olunur. Uzun illərdir ki, Naxçıvanda bu adət-ənənələr qorunub saxlanılır. Yeni ailə quran gənclərə xıdır payı aparılır. Nişanlı qızlara bəy evi tərəfindən xıdır xonçası aparılır. Uşaqlar qapı-qapı düşüb xıdır payı yığırlar. Bu, həm insanlar arasında, həm ailələr arasında birliyi, bərabərliyi qoruyub saxlayır. Həm yeni ailə quran qohumlar arasındakı əlaqəni möhkəmləndirir. Həm də insanların öz tarixi keçmişinə, mərasimlərinə, keçmişini unutmamasına xidmət edir. Bizim həm toylarımız, həm də mərasimlərimiz həmişə təmtəraqla keçirilir və mən şadam ki, Naxçıvanlılar bu günə qədər ən qədim bayramlarını, ən qədim adət-ənənələrini qoruyub saxlayıblar. Bugün müasir dövrdəyik, keçmişlə bağlı istər-istəməz qopur, gənc nəsil keçmişdəki adət-ənənələrimizi, bayramlarımızı unudur. Amma bu cür tədbirlərin əhəmiyyəti həm də ondan ibarətdir ki, biz Naxçıvanlılar həm bu tədbirdə bir yerə gəlirik, bir-birimizlə ünsiyyət qura bilirik, həm də bu cür tədbirlər gənc nəsil üçün bir örnək rolunu oynayır. Onlara təbliğat aparırıq ki, bizim keçmişdə hansı bayramlarımız oldu. Bugün biz Halloween bayramını qeyd edirik gənc nəsil, amma Çillə bayramını soruşsan, onların əksəriyyəti Çillə bayramını bilməyəcək. Onlardan Xıdır Nəbini soruşsan, onlar Xıdır Nəbini bilməyəcəkdir. Amma halbuki bizə lazım olan bayramlar əslində bu bayramlardır. Bizim Xıdır Nəbidən sonra artıq çərşənbələrimiz başlayır. Naxçıvanda çərşənbələri də geniş şəkildə qeyd edirlər. Novruz bayramı qeyd ediləcək ki, bunların hamısı bizim qədim mərasimlərimizdir və qorunub saxlanılmalıdır. Mən bütün Naxçıvanlıları həm Çillə bayramı, həm Xıdır Nəbi bayramı münasibətinə təbrik edirəm. Qarşıdan gələn çərşənbələrinizi təbrik edirəm. Novruz bayramı münasibəti ilə Ramazan bayramı olacaqda artıq Ramazan bir neçə günə başlayır. Təbrik edirəm. Adət-ənənələrimizi unutmayaq. Gənc nəslə mütləq adət-ənənələrimizi təbliğ edin. Biz Cənab Prezident bu yaxınlarda tədbirlərin birində tapşırıq verdi ki, ana dilimizi unutmamalıyıq, ana dilimizi qoruyub saxlamalıyıq. Bax, ana dilimizin zənginləşməsi üçün bu tədbirlərin önəmi var. Bizim dilimizin ən qədim sözləri, dilimizin ən saf sözləri bizim mərasimlərimizdə yaşayır, bizim folklorumuzda yaşayır. Folklorumuzu unutmayaq, qədim adət-ənənələrimizi unutmayaq, gənc nəslə təbliğ edək. Əziz Naxçıvanlılar, hər birinizi Xıdır Nəbi bayramı münasibətindən təbrik edirəm. Vaxt ayırıb bura gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun, minnətdarıq. Səhnəmizə Nurlan Ordubatlını dəvət edirik.
Ya Allah, şamız xeyirli olsun, değerli qonaqlar, xoş gördük hər birinizə. Allah Teala bizim xalqımıza gözəl günlər qismət eləsin. Allah sizləri qorusun. Keçən ildə biz dəvət almışdıq, bura qismət olmadı, Vaqif müəllim. Allah ömür versin sizlərə ki, belə bizim Naxçıvanın adət-ənənələrini yaşadırsınız. Fəlahi müəllim. Allah hər birinizi qorusun. Xoş oldu sizləri görmək. Mən arada da deyirəm ki, o vaxt bir söhbət var idi, Ordubad, Naxçıvan, deyirəm ki, Ordubad deyil, 6 ildir dünya ilə bərabər yaşa Azərbaycan deyil. Allah bizim xalqımızı qorusun. Hər zaman yaşa Azərbaycan deyil, yaşasın Azərbaycan deyil, amma bizim Naxçıvanımız bir başqa gözəldir. Allah qorusun, Allah xalqımızın mərd, igid, vətənpərvər, vətənsevər evlatların olsun, şəhidlərimizin ruhu şad olsun, başımız hər zaman ucu olsun, bizim xalqımıza yalnız xoş günlər yaraşır. Və gözəl bir Naxçıvan mahnımız gəlir sizlər üçün, vətənpərvər mahnılarımız dinləyir inşallah. Bayramımız Biz səni yad edirik hörmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Səni biz yad edirik hörmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Naxçıvan qarnizonu hər tərəfi sirkələdi. Dünyada bildi bizim ölkədə birlik belədir. Fəxri ilə, fəxarətlə, şərafətlə dəfn elədi. Qeyrətli şəhidlərin qeyrət ilə Naxçıvanım. Qeyrətli şəhidlərin qeyrət ilə Naxçıvanım. Biz səni yad edirik hörmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Səni biz yad edirik hörmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Bu xalqı, bu milləti o qurtardı dərd bəladan. Həlli olmayan problemləri götürüb aradan. Ali baş komandan da dərs alıb Heydər babadan. Hər zaman yad eləyir rəhmət ilə Naxçıvanım. Hər zaman yad eləyir rəhmət ilə Naxçıvanım. Biz səni yad edirik hörmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Səni biz yad edirik hörmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Ordubad bölgesinin tarixi qaynaqları var. Dörd tərəfdə ucalıq rəmzi olan dağları var. Növbə-növ meyvələri, məşhurəli bağları var. Bəziyir süfrənimin nemət ilə Naxçıvanım. Bəziyir süfrənimin nemət ilə Naxçıvanım. Zulfa sərhəddə yaxın yerdir, çayın sahilidir. Sanki üstündəki körpüylə araz sevgilidir. Ayrılıq başlayır oradan, bu ürək miskinidir. Vüsal üçün vuruşur əsrət ilə Naxçıvanım. Vüsal üçün vuruşur əsrət ilə Naxçıvanım. Biz səni yad edirik hörmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Səni biz yad edirik hörmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Babəkin dillərə düşmüş neçə mərd övladı var. Orada Babək kimi sərkərdənin ölməz adı var. Sirabından ki içirsən unudulmaz dadı var. Hər tərəfdən bürünüb sərvət ilə Naxçıvanım. Hər tərəfdən bürünüb sərvət ilə Naxçıvanım. Meşə dağlaləli çöllər Batabaş şah buzda. Gələn insan sürür asudə həya şah buzda.
Adamın bir növ olur ruhu rahat şahbuzda. Orada sanki görüşür cennet ile Naxçıvanım. Orada sanki görüşür cennet ile Naxçıvanım. Biz seni yad edirik hürmet ile Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Seni biz yad edirik hürmet ile Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Ulu kəngərlilərin hər biri çatmış şərəfə. Gedəsən məmləkatından çıxıb əshab-ı kəfə. Bu gözəl yerlərə kim gəlsə gəl bircə dəfə. Hiss edər ki yaranıb izzət ilə Naxçıvanım. Hiss edər ki yaranıb izzət ilə Naxçıvanım. Eşidərsiz Şərurun ismini əksər yerdə. Görmək olmaz o müasirliyi digər yerdə. Yeni məktəblər açılmış öyünür hər yerdə. Təhsilə, elmə olan xidmət ilə Naxçıvanım. Təhsilə, elmə olan xidmət ilə Naxçıvanım. Biz səni yad edirik hürmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Səni biz yad edirik hürmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Sədərək birbaşa düşmanlarla göz gözədir. Qardaş ölkəylə də həm sərhəd olur üz-üzədir. Hər qarış torpağı başdan başa bir möcüzədir. Sənə gözlər yönəlir eyrət ilə Naxçıvanım. Sənə gözlər yönəlir eyrət ilə Naxçıvanım. Biz səni yad edirik hürmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Səni biz yad edirik hürmət ilə Naxçıvanım. Tarixə düşmüş adın şöhrət ilə Naxçıvanım. Yaşa Azərbaycandan qabaq Zəngəzur istəyirəm oxudum. Allah burada oturanların hər birinə qismət edəsin. Qarabağdan keçək, inşallah Ordubaddan keçək gedir Naxçıvana, Zəngəzur yolu ilə. Allah qismət edəsin inşallah. Ya Allah, indiyə qulaq etsin. Əslində həqiqət barışım, bayrağımızı qorumaq üçün çalışım. Hələ ki cənnət Azərbaycandır, vermərik düşmana heç bir qarışım. Salarıq düşmanı biz aldan ala, daha Zəngəzur getirməz xəyala. Zəngəzur dəhlizi azad olacaq, qoymarıq dəhlizimiz bağlı qala. Qoymarıq dəhlizimiz bağlı qala. Ora xalqın gözüdür, dilimin xoş sözüdür. Hayır onsuz da bizim Zəngəzur dəhlizidir. Açılan gün olacaq, orada bir xeyli qonar. O gün birləşəcək Naxçıvanla Qarabağ. İnşallah birləşəcək Naxçıvanla Qarabağ. Santardır, kamandır, sazdır. Ne kadar torpağı sevse yazdır. İki dövlatların hesabına vətən, adını tarixə qandan yazdım. Xan kəndi həm Şuşa həm də Xocalı, almışıq işğal olan çox bahalı. Bu yolu şəhid vermədən alarıq, xalqımın könlüdə qalmaz yaralı. Xalqımın könlüdə qalmaz yaralı. Ora xalqın gözüdür, dilimin xoş sözüdür. O yer onsuz da bizim Zəngəzur dəhlizidir. Açılan gün olar.
dünyada. Qarabağ tək bizim olmalıdır o da. Nurlanın arzusu ancaq oradır. Geçib oradan gedərəm Ordubada. Çalışır rəhbərimiz millət üçün. Hazırdır millətimiz vəhdət üçün. Xalqımız daha da firavan yaşayan. Dəstəyi əsirgəməz dövlət üçün. Dəstəyi əsirgəməz dövlət üçün. Ola xalqın gözüdür, dilimin xoş sözüdür. O yer onsuz da bizim Zəngəzur dəhlizidir. Açılan gün olacaq, orada bir xeyli qonar. O gün birləşəcək Naxçıvanla Qarabağ. İnşallah birləşəcək Naxçıvanla Qarabağ. Azərbaycan diğer bir yerde, her birimiz. Kurban olarak kalıma, milletime, vətənime, torpağıma, bayrağıma. Yaşa Azərbaycan diğer bir yerde. Biz Şamlı ordumuzun rəşadətin eylanıyıq. Döyüşən hər əskərin cəsarətin eylanıyıq. Ali Başkomandanın siyasetinin eylanıyıq. Düşmanı yaman saldı yaşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan, yaşa Azərbaycan. İki devlet bir millet hiç sual sorgusu yok. Nasıl bir devletinse bizim kimi ordusu yok. Nece devlet yığılıp gelse yine korkusu yok. Küreğin söküldü kardeşe Azerbaycan, yaşa Azerbaycan. Dilimizde bir şuar var, yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı birbaşa Azerbaycan, yaşa Azerbaycan. Dilimizde bir şuar var, yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı birbaşa Azerbaycan, yaşa Azerbaycan. Azerbaycan vətən övladlarını keşiyində görərəm vətən övladlarını. Vətən uğrunda verən can vətən övladlarını. Qızıl hərflə yazır yandaşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan, yaşa Azərbaycan. İlhamla ileriye girdik, sevirik biz vətəni. Sabaha ümidlə baxırıq, unutmuruq dünəni. Sən özün fikirləş ki, kimsən axıya erməni. Səni saldı necə dağdan başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şüar var.
yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanır bir başa Azerbaycan, yaşa Azerbaycan. 30 il bize vermiş ele işkencesini, 30 ilde yitirip etini kararı bülbülüm. Kutu məqsəd var mal ya Qarabağ ya da ölüm. Bir dənə gülləsin atmır boşa Azərbaycan, yaşa Azərbaycan. Elimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanır bir başa Azərbaycan, yaşa Azərbaycan. Elimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanır bir başa Azərbaycan, yaşa Azərbaycan. Sen yalanlar istəyir, həqiqətlər axtardın. Hansı ki həqiqətlər içində hər vaxt vardın. Nə gözəl bir müfaiz torpağını qaydardın. Sən bir tövlüşlər gəlirsən xoşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanır bir başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şüar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanır bir başa Azərbaycan, yaşa Azərbaycan. Allah razı olsun. Bir tane bayram mübarek olsun. Güzel bayramlar inşallah. Söz verilir, polis polkovnik leytenantı, Respublika Qadınlar Cəmiyyətinin birinci müavini Gülbahar Məmmədova. Çox sağ olun. Mənə söz verdiyiniz üçün. Bugün həmvətənlərimi, Görüş ailəsinin, məclis əhlini ürəkdən təbrik eləyirəm. Bayramınız mübarək olsun deyirəm. Bugün mən nəyi xatırladım? Keçmişimi. Böyük torpağın sinəsində böyüyüb, formalaşan alimlərimizi, yazarlarımızı, qeyrətli oğlanlarımızı, vətəni sevən, ailəni sevən, ananı sevən, torpağı qoruyub saxlayan vətəndaşlarımızı xatırlayıram. Bugün mən buradan Badamlımızı xatırlayıram, Zorbulağımızı xatırlayıram, Ağbulağımızı xatırlayıram, Şəfəbulağımızı xatırlayıram, Gümüşlü yataqlarını xatırlayıram. Bugün mən buradan Parağa çayında Qızıl yataqları xatırlayıram. Mən bugün burada Asaf kəfimizi xatırlayıram. Mən burada dahi oğlanlarımızı xatırlayıram. Nəyə qayıtdıq? Geri qayıtdım və körpəliyimi yadıma saldım. Mən özümü xoşbaxt sayıram ki, bu gün də yenidən doğulsam, desələr sən dünyada haranı seçərsən, mən təklif eləyəcəyəm ki, nəyindən asılı olmayaraq, Naxçıvanlı olmağımı istəyərəm. Naxçıvanda qalmağı, yaşamağı, nurlu sifətləri, sinar boylu, nur sifətli, qartal baxışlı, el oğlanlarım, el qızlarımın yanında yaşamaq istəyərəm. Eşq olsun saf ürəklərə, paşlara,
qonaq sevərlərə, vətən sevənlərə, milli dəyərlərimizi qoruyub saxlayan xalqımıza eşq olsun. Mən yaşayıram. İkinci ildir ki, Xıdır Nəbi bayramını burada qeyd edirik. Keçən il 23 fevraldaydı, çox soyuq idi. Təbii ki, bu qədər qonağımız yox idi. Bu il maşallah hava da bizi çağırdı, Allah Teala da bizi çağırdı ki, çünki hər kəs geriyə qayıdıb baxanda, gərək yaşlaşanda qayıdıb geriyə baxmayasan ki, iz qoydum. Yaxşı izlər qoymaq lazımdır, körpülər salmaq lazımdır, yaşlı nəsil ki, qoy gələcək gənclərimiz maariflənsin, həmin körpünün üstündən rahatlıqla keçsin ki, qoy o körpü yurğalanmasın, uçmasın, bəhrə versin. Biz milli dəyərlərimizi qoruyub saxlamalıyıq. Qoy gənclər də bizə baxsın. Qoy onlar da öyrənsinlər. Mən qürur duyuram. Mən bura gələndə bir xanım mənə dedi, jurnalistka, hara gedirsən Gülbahar xanım? Dedim, bizim Naxçıvan görüşümüz var. Xıdır Nəbini qeyd eləyirəm. Dedi, əgər mənim yasım olmasaydı, mən səninlə o tədbirə gedərdim. Nə gözəl, nə gözəl. Dedim, Naxçıvanın nəyi pisdir ki, nəyi gözəl olmayan. Naxçıvanda hər bir qarış torpaq gözəldir, qayalar gözəldir, yaşıllıqlar gözəldir, o duru bulaqlar gözəldir. Oradan su içən insanların qəlbi gözəldir, ürəyi gözəldir, özü gözəldir. Yaşasın xalqımız. Allah Teala prezidentimizin canını sağ eləsin. Allah Teala vətənimizi qüdrətləndirsin. Şəhidlərimizin məkanı cənnət olsun və qazilərimizə can sağlıq versin. Qoy həmişə gül olsun, bülbül olsun. Qəfəsdə olmasın, xalqımızın başı ucaq olsun, bayrağımız həmişə dalğalansın, yaşasın Azərbaycan. Çox sağ olun, Naxçıvan haqqında çox danışmaq olar. Mənim üzüm gülür bugün, gözəl sifətləri görürəm, nurlu insanları görürəm. Elə bir ki, mən bugün doğulmuşam. Təşəkkür edirəm təşkilatçılara. Təşəkkür edirəm bizi bura dəvət eləyənlərə və bugün hələ görəsiniz ki, demirəm burada nə yaşanacaqdır. Sağ olun. Salam, xoş gördük hər birinizi. Mən bütün həm yerlərimi görəndə çiçək açıram. Qürur duyuram, çox sevinirəm. Sizlərin hər birini xoş gördük burada. Sizin hər birinizin bugünkü bayramınızı ürəkdən təbrik edirəm. Sizin hər birinizə can sağlığı, uzun ömür arzulayıram. Qoy həmişə həyatınızın hər bir dəqiqəsi bir bayram olsun. Mən bugün Şərur Xalq Yallı ansamblını burada təmsil edirəm. Düzdür, mən indi o sahədə işləmirəm, başqa bir sahədə işləyirəm. Ancaq mən ayrılmamışam o sahədən. İndi Şərur Xalq Yallı ansamblı sizin qarşınızda öz məharətini göstərəcək. Buyurub siz rəqslərə qoşula bilərsiniz. Ansamblı müşayiət edir İmumİttifaq Festivallar Laureatı, Prezident Təqaüdçüsü Kamal Babayev və ansamblın bədii rəhbəri, keçmiş bədii rəhbəri Nərminə Məmmədova. Sağ olun, təşəkkür edirəm. Buyurun. Çox sağ olun, gözəl çıxışlarınız üçün.
professor Seyfəddin Altaylı və Siyavuş Mustafayevi. Hörmətli qonaqlar, əziz dostlar, əziz yerlilər və həmin bugün bura bizim Türkiyədən qonağımız var, Seyfəddin Altaylı, Türk dünyasının sevimli professoru, xahiş edirəm, Seyfəddin bəy başlayır. Çox sağ ol Siyavuş bəy. Əziz dostlar, bayramımız mübarək. Bayaq Gülbahar xanım çıxış eləyəndə bir an keçmişə qayıtdım. 1453-cü ildə Fatih Sultan Məhəmməd İstanbulu alandan sonra İpək yolu ləğv olundu. Avropalılar ləğv elədilər. İpək yolunun ləğv olunması bizim xalqlarımızın kasıblaşmasına və Asiyadakı Türk dövlətlərinin, Türk cumhuriyyətlərinin, Türk yurtlarının işğalına səbəb oldu. Osmanlının son dövründə Yahya Kemal Beyatlı, Allah rəhmət eləsin, bir bənd söyləmişdi. Əyil dağlar, əyil başından aşam, yeni talim çıxmış varam, alışam. Bu nə idi? Çünki Osmanlı tənəzzülə uğradığı zaman o çağlarda yeni bir düşüncə yaranmışdı, Türkçülük. Yəni bugünkü desək Turançılıq. Və bugün Türkiyə Cumhuriyyəti azaddır, Azərbaycan azaddır, 6 dənə cumhuriyyətimiz var, amma onlara o birisiləri də qoşulacaqdır. Lakin Yahya Kemal Beyatlı'nın dediyi yeni talim çıxmış varam alışam düşüncəsi Zəngəzur koridorunun açılmasıyla reallaşacaqdır. Əgər o koridora biz nail olsaq, Təbriz və Kərkük yolu bizim üçün açılsa, dünyada Türk'ün qolunu heç kəs bükə bilməyəcəkdir. O günlərin gələcəyi üçün hamımız yaşamalıyıq və bu düşüncəni yaşatmalıyıq. Rəhmətli Atatürk ölməzdən öncə demişdi ki, mən bir gün Türk dünyasının müstəqil və bir olacağına inanıram. O günü görməsəm də, o günün xəyalı ilə gözümü yumacam. Allah məkanını cənnət eləsin. Azərbaycanımızı gözümüz kimi qorumalıyıq. Yaşasın Azərbaycan, yaşasın Türk dünyası. Sağ olun. Vaqif bəyə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olsun ki, bugün bizi də bura davət edib, Elmira xanıma çox sonsuz minnətdarlığımı bildirirəm. Və bugün burada mən köhnə dostlarımızı gördüm, köhnə döyüş yoldaşlarımı gördüm. İlhan bəy burada əyləşib, İlhan bəy salamlayıram. Səvərək döyüşlərində çiyin-çiyinə, Səngərdə bir yerdə vuruşmuşuq. Bugün Jalə xanımı burada gördüm. Jalə xanımı salamlayıram. Azərbaycanı dünya tanıdan bir xanımımızdır. Çəkimə də salamlarımı söyləyirəm. Bugün mənim kəndlim Qaraxanbəli kəndinin getirməsi Mehmet müəllimi burada gördüm. Rusiyada SSR'nin en büyük tiyatrolarından biri Safira Tiyatro'nun sahibiydi. Bugün burada Türk dünyasının çok hürmetli konaklarından Seyfəddin bəy burada sözüm dedi. Bugün burada benim polis işleyen vaxtı beraber çalıştığımız Salman bəy gördüm, Gülbahar xanımı gördüm. Bugün Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Namik Talabov buradadır, Naxçıvanın keçmiş millət vəkili Çərkidən, bizim həsrətimiz olan Çərkidən son dəfə tərk edən dostlarımızdandır və bu məclisi təşkil edən bütün dostlarıma minnətdarlığımı bildirirəm. Bugün burada şəhid ailələr, şəhid xanımları, şəhid bacısı Sevil xanım buradadır, Milli Qəhrəman Mirasçıya Seyidovun bacısı və sizi belə bir tədbir yaratdığınız üçün çox minnətdarlığımı bildirirəm. Vaqif bəyə xüsusi olaraq öz təşəkkürümü bildirirəm. Sağ olun ki, bizi də dəvət etdiniz. Çox sağ olun, minnətdarım. Çox sağ olun, minnətdarım. Çıxış edir kiçik sahibkar, həvəskar müğənni Samirə Aydil qızı. Canım Naxçıvanlılarım, əzizlərim, sizin bu özəl bayramınızda sizinlə bir arada olmaqdan mən qürur duyuram, həqiqətən də.
Və bu özəl bayramda Naxçıvana aid bir mahnı ifa eləmək mənim üçün böyük bir şərəfdir. Sözləri Ayalı Qulubəyevaya, bəstəsi Sadiqə Qulubəyevaya aid olan bir Naxçıvanın mahnısı. Gəlsin, zəhmət olun. Səhnəmizə Zəminə Elmanı, gənc ifaçını dəvət edirik. Xoş gördük dəyərli Naxçıvanlılar və şəhərimizin qonaqları. Hər birinizi salamlayıram bu gözəl gündə. Bizim deyəndə ümumiyyətlə bütün insanların, dahi Pifagor deyib ki, heç nə təsadüf deyil, hər şey ədədlərə tabidir. Hardan harasa indi yadıma düşdü ki, mən ilk dəfə həyatımda keçən il Naxçıvanda olmuşam və keçən il bugünü. Çox maraqlı bir hadisədir və oradan gələndən sonra mən bir gözəl mahnı yazdım Naxçıvana. O qədər heyrətləndirdi məni Naxçıvan. Odur ki, buyurun dinləyin. Naxçıvan
bizə gənc istedadımız, səsi ilə bizi valeh edən Xəyalə Kəngərlini dəvət edirik. Teşekkür ederim Təmin xanım. Salamlayıram hər kəsi. Hər kəsin bayramını təbrik edirəm. Nə gözəldir ki, bu gözəl gündə hər kəs bura yığılıbdır. Təşkilatçılara teşekkür edirəm. Bir daha bayramımız mübarək olsun. Mən şən mahnı ifadə edəcəm. Bayramda oynamaq lazımdır, əylənmək lazımdır. Gəlsin gözəl bir papurimiz. Şirin söz gülətiz, dodalı qanlı qız.
Sağ olun Xeyla xanım, məclisimizi canlandırdığınız üçün. İndi isə Elmira xanıma söz vermək istəyirik. Əziz dostlar, bir məqamı da sizə çatdırmaq istəyərdim. Belə ki, deməli, Facebook Naxçıvanlar qrupunun əsasında bir balaca qrupumuz yaranıbdır WhatsApp-da. Yəni, biz mütəmadi olaraq yığışırıq, doğum günlərini qeyd edirik, yubileyləri qeyd edirik və balaca da olsa suvenirlər veririk bizim həmin o ad günü olan insanlara. Və bu günləri də deməli belə alınıbdır ki, bu yaxınlarda doğum günləri olan iki xanım, Məsəti xanım və Həcar xanımın deməli hədiyyələri bizdədir. İcazə verin onları da təqdim edək. Hədiyyənin böyüyü balacası olmur, xahiş edirəm yaxınlaşasınız. Zəhmət olmasa, açın bir dənə göstərək. Bunlar bizim profesional fotoğrafımız. Rasim müəllimin sayəsində hər şeyə gəlibdir. Çox gözəl şəkillər burada qoyur. Şəxsi. Sağ olun. Buyurun. Rasim müəllim budur. Çəkir hal-hazırda. Bir dənə də foto olmalıydı. İndi onu da təqdim edəcəyik. Bu da Məsəti xanımındır. Məsəti xanım buyurun. Siz də sağ olun. Təbrik edirəm. Hər iki olsa. Allah bütün arzularınızı sizi çatdırsın inşallah. Çox gözəl. Balaca da olsa amma da oradan da yadda qalan hədiyyədir. Sağ olun. Bir foto da var. Onu da təqdim edeyim. Bu kimin? Bu Sədaqət müəllimənin fotosudur. Özü burada müəyyən səbəblərdən iştirak eləyə bilmir. Ona görə də qızı Mədinə xanıma təqdim eləyirik. Qoy bir dəqiqə açaq. Siz də görün. Bir dəqiqə. Bir dəqiqə döndərək baxın. Bəh, görün nə gözəldir. Bir baxın. Çox gözəl. Düşünürəm ki, evlərində ən gözəl yerdən asılacaqdır inşallah. Sağ olun. Sədaqət xanımı da buradan salamlayırıq, alqışlayırıq. Böyük onun zəhməti vardı bu qrupda. Bu da belə. İndi bir demək, əzizlərim, burada mənim Amerikadan gələn sinif yoldaşlarım da var. Əliyeva Nəzakət xanım, xahiş edirəm, o da gəlsin, ürək sözlərini desin. Yəqin ki, atasını burada çoxlarınız tanıyırsınız. Elxan müəllim Əliyev vaxtı ilə Naxçıvan televiziyasının direktoru işləyibdir. İndi onun qızıdır, o birisi qızı da buradadır. Hal-hazırda Amerikada yaşayırlar. Nəzakət xanım biraz... Quickly, please. Hər birinizi salamlayıram. Çox şad oldum ki, belə bir məclisə gəlib düşə bildim. Bizim gəlişimiz belə günə təsadüf elədiyi üçün çox məmnunam. Mən bacımla heç gözləməzdik ki, belə bir bayramda iştirak eləyə bilərdik. O da bir qismətdir, nəsibdir ki, illərlə qəribdə olasan, amma vətənə gələndə bir əziz günə rast olasan. Çox təşəkkür edirəm dəvət üçün. Hamınızı bir də salamlayıram. Vətən eşqi çox başqa bir duyğudur. Adam qəribçilikdə onu daha çox anlayır. Çox məmnunam, çox şad oldum ki, bizi bura dəvət eləmişsiniz, iştirak elədik. Hamımızın Xıdır bayramını təbrik edirəm. Sağ olun. Muğam müsabiqəsinin qalibi Sərxan Ümumiyyətlərdən sənərimizə Təşəkkür edirəm, çox sağ olun. Mən də bütün qonaqları, bütün yerlərini salamlayıram. Hər bizi xoş gördük bu gözəl gündə. Allah birliğinizi davam eləsin. Xıdırları bayramımız mübarək olsun. İnşallah qarşıdan da daha gözəl bayramlar gəlir.
həmin bayramlar münasibətilə ürəkdən təbrik edirəm sizi. İnşallah tez-tez yığışaq, tez-tez belə gözəl məclislər quraq və gözəl musiqilər səsləndirək sizlər üçün. İstəyirəm ki, hamı Naxçıvana aid mahnı oxudu, mən də oxumasam qəbahat olar. Mən istəyirəm gözəl bir Naxçıvanımızı tərəmin edən mahnı səsləndirim. Ondan sonra elə bir mahnı şən mahnıdır. Mən istəyirəm ki, bütün qonaqlarını rəqsə dəvət edeyim. Buyurun değerli konuklarımız, buyurun herkese. Solmayan baharsan, yurdumun gülarsan, solmayan baharsan, sen Celil'in camini Behruz'un diyarsan. Sen Celil'in camini Behruz'un diyarsan. Ay kazı, meclisi sazı, torpalı Naxçıvanımızı, bütün Azərbaycanımızı qorusun. Əyləşmirik, dəyərli qonaqlarımız. Gözəl papurlarını səsləndir. Mən bütün qonaqları, bütün xanımlarımızı, dəyərli bəyləri, mən istəyirəm ki, mərkəzi dəvət edeyim. Buyurun. Gözlerim her akşam aktarır seni, yüreğim yollardan garip durur. Sensiz ağlarda tanımır beni. Değil benim yüreğim
yanlış var. O yüzden garip oldu deniz. Bu denizin gözü yaşlı sensiz ya. Bu denizin gözü yaşlı sensiz. Neden belə qalxdıq zilə? Göz yaşımız dönüb selə. İndi günah nə səndədir, nə məndə. Hər ikimiz bilə-bilə. Neden belə qalxdıq zilə? Göz yaşımız dönüb selə. İndi günah nə səndədir, nə məndə. Leylarda ələnərdik, Zeynarda dalanardik, muhabbatla birlenardik. İndi günah ne sendedir ne mende. Leylarda ələnərdik, Zeynarda dalanardik, muhabbatla birlenardik. İndi günah ne sendedir ne mende. İndi günah ne sendedir ne mende. Almanı attın karala kaldı sarala sarala. Almanı attın karala kaldı sarala sarala. Nalarda döndüm orala atılma köyüne. An sarı çökken atılma köyüne sarı çökken. Gelin para alsam sözü görken paramı alsam. Balından üzüm eskerim balından Hazır ses gelir sağ ol gel bal ol gel. Bir gece mehman ol gel sağ ol gel bal ol gel. Bir gece mehman ol gel. Bugün ayır çürür değil malayla geliler. Bugün ayır çürür değil malayla geliler. Girme bostancı gel girme bostancı. Girme bostancı gel girme bostancı. Dudaklar bal şeker. Dudaklar bal şeker. Dili badamcı gel dili badamcı. Dili badamcı gel dili badamcı. Beni ince dilay ince. Labları gönce dilay gönce. Kız benim ince dilce. Labları gönce dilce. Kız benim ince dilce. Labları gönce dilce. Teşekkür ederim. Çok sağ olun. Değerli olanlarımız. Minnettarım. Var olun. Bir daha bayramınız mübarek olsun. Yürekten tebrik ederim sizleri. Hemşe yeniden bir olaq, birlik olaq. Bayramınız mübarek olsun. Çok sağ olun, var olun. Teşekkür ederim. İndi isə söz verilir yazıcı publisist Həcər Paşayevə. Salam yerlilər, yerlər, hər birinizi salamlayıram. Mən burada bir şey demək istəyirəm. Bayaqları xanım dedi ki, burada suallar veriləcək diktoriylə. Mən bilmirəm orada nə suallar veriləcək. Sonra deyərəm, birisi nə yadıma düşdü. Alip, o dağın adını Alip qoyublar. Və o yarışları da onun adına uyğun olaraq Olimpiya yarışları deyirlər. Deməli, o Naxçıvanın adı ilə var. Eşq olsun. Sonra Yandı
vəsilə eləmişəm mənə. Təşəkkür edirəm. Bir daha sizlərə salam verirəm. Çox sağ olun, var olun. Hər birinizə öz təşəkkürümüzü bildiririk. İnşallah Allah hər birinizə son sağlığı versin ki, gələn ildə belə bir yığışa Naxçıvanlıların adət ənənəsini başa davam iştirak edər. Orada Naxçıvan televiziyasına öz minnətdarlığını, təşəkkürümü bildirməm ki, bizim bu haqqımızı işıqlandırır. Çox sağ olun. Hər biriniz Allah'a